Hakkasarı verilişinin bugünkü mevzusu aslen Borçal'dan olan, Azerbaycan sahili seçilen, sevile okunan, özüne, nəslinə, mahalına münasib bir səviyyədə hörmət qazanmış xalq şairimiz Zəlimxan Yaqubun Peyğəmbər əsərinin müzakirəsidir. Bu münasibətlə studiyamız Zəlimxan Yaqub yaradıcılığının fanatiki, mən deyərdim ki, başdan ayağa Zəlimxan Yaqub yaradıcılığını əzbər bilən, yadına yaddaşına köçürdən, Borçalımızın hörmətli, gözəl, ziyalısı və həm də mənim şəxsi dostum Xas Məhəmməd Alıoğlunu stüdyamıza dəvət eləmişik. Xas Məhəmməd, xoş gəlmişsiniz. Orada bir əsərin son hissələrində elmin qapısı var. Bundan yadınızdadır mı o? Əlbət, bundan yanı. Peyğəmbərin bir kəlamı var, ümmətə buyurur həmişə, yəni deyir, ey müsəlmanlar, mən elmin şəhriyəm, Həzrət Əli Əleyhisselam onun qapısıdır. Hər kəs şəhərə girmək istəyirsə də qapıdan gəlsin. Yəni elm, təqva, əxlaq, qeyb aləmindən xəbərdarlıq, Peyğəmbər olmasa belə, Əli Əleyhisselam da Allah tərəfindən seçilmiş ilahi höccətdir. Əlbəttə ki, Peyğəmbərdən sonra Peyğəmbər olmayacaq. 124 min Peyğəmbərin xatimi Məhəmməd sallallahu aleyhi və səlləm ovadı o. Elmin qapısı deyilən şairin bu şeiri də, poeması da məhz Həzrət Əli Əleyhisselam. Bəli. Biraz uzun dostlar, yəqin tamaşaçılar çox xoş qəbul edirlər. Buyurun. Pənah aparıram süfür Rəbbinə, gücüm arxam olsun, pənahım olsun. Pənah aparıram süfür Rəbbinə, ümidlə atılan sabahım olsun. Pənah aparıram süfür Rəbbinə, Həzrəti Əlidən söz açmaq üçün. Uca söz, ən böyük mətahım olsun. Peyğəmbər köməyim, Quran dayağım, yardımcım tək olan Allahım olsun. Peyğəmbərin şəhərinə girmək üçün, Peyğəmbərin şəhərini görmək üçün, o şəhərin yaşıl cənnət bağlarında arzuların meyvəsini dərmək üçün bir qapı var, o qapını öz əlimlə açım dedim, onun irfan işığını ürəyimə saçım dedim, o qapının öz kilidi, öz açarı, o qapının idrak dili, söz açarı, o qapının elmi yükü fəlsəfəsi, yaradandan, Bismillahdan gələn səsi, o qapının İslam ruhu, Müslüm canı, Adəm oğlu, o qapını yaxşı tanı, o mərifət qapısıdır, xidmətçisi kamil insan, o şəriət qapısıdır, dürüst ağıl, dürüst iman, o təriqət qapısıdır, doğru yoldur, doğru ərkan, o həqiqət qapısıdır, bəlli ağıl, bəlli nişan, o bir qüdrət qapısıdır, Bədr Allah'ın meydanısı var, o cəsarət qapısıdır, fəqirlərə ehsanı var, o imamət qapısıdır, dünya boyda heyranı var, o Məhəmməd qapısıdır, yol göstərən Quranı var, o qapıdan şübhə keçmir, güman keçmir, o qapıdan sevgi keçir, duman keçmir, o qapıdan iştah keçmir, taman keçmir, o qapıdan işıq keçir, duman keçmir, o qapıdan keçmək üçün, sudan duru, aydan arı ürək gərək, təbiətin ipək gərək, məhəbbətin mələk gərək, həmin qapı Həzrət Əli qapısıdır, möminlərin əfəndisi, iman vəli qapısıdır, ədalətin gücü onun, gücün ədaləti onun, Tanrının cənnəti onun, Allahın rəhməti onun, Allah evində doğulan, gözünü Kəbədə açan, könüllərin həvəsi ilə aləmlərə işıq saçan, 10 yaşından Peyğəmbərə sirdaş olan, arxa olan, dayaq olan, qardaş olan, Peyğəmbərlə bir ağaçda mayalanan, Peyğəmbərin işığında ziyalanan, ruhu təmiz, eşqi uca, nəsli halal, sinəsində iman adlı bir zəh salan, İslamın ilk müsəlmanı, Əbu Talib övladından, dönüb Şah-ı Mərdan olan, dönüb Şir-i Yəzdan olan, qəhrəmanlar qəhrəmanı, daim mərd-i mərdan olan, bir gün məndən soruşdular, şair qardaş, səndən ötü, söylə kimdir Mövla Əli? Ürəyimdən bir səs qopdu, haqdan gələn səda kimi, həqiqətin dövrəsində aləmlərə alim olan bir hakimdir Mövla Əli, adını Allah qandırır, eşkini Peyğəmbər öyüb, səhər vaxtı üfüqlərin al rəngidir Mövla Əli,
düldül atı, qəmbər qulu, zülfqar kəskin qılıncı, ədalətin yer üzündə ahəngidir Mövla Əli. Eşki ləhkə, ruhu zədə, dili qeybət tanımadı, haqdan qeyri başqa niyyət, başqa arzu tanımadı, ömrü boyu qalib oldu, məğlubiyyət tanımadı. Başdan başa qələbələr, çələngidir Mövla Əli. Uca İslam dünyasının bir oğlu, babası, lap bu günün özündə də ruhun təzə tər babası, Həsən ilə Hüseyin adlı qoşa imamlar babası, həm savaşdı, həm barışdı, həm cəngidir Mövla Əli. Savaşlarda ünvanına Heydar-ı Kərrar deyilən, kasıblığı, fəqirliyi ən böyük dövlət bilən, bu dövləti insan üçün tükənməz bir sərvət bilən, qəlbimizə, ağlımıza səda verən, ilahi bir ədalətlə ruhumuza qida verən, ağır hicrət gecəsində Peyğəmbərə sipər olan, Peyğəmbəri qorumaq üçün canında güc, təpər olan, Peyğəmbərin həm bu dünya, həm də axirət qardaşı, qeyrət, cəsarət qardaşı, ey Peyğəmbər şəhərinin haqq qapısı, şah qapısı, ululara vətən olan ulu bir dərgah qapısı, səni sevmək imandadır, ey imanı dastan olan, gül ağzından gül tökülən, hər sözü gülüstan olar, səni sevmək imandadır, dövlət kimi, vətən kimi, Peyğəmbərlə bir olmuşsan, vücud kimi, bədən kimi, Peyğəmbərlə bir olmuşsan, vücud kimi, bədən kimi. Eşq olsun sizin yadınıza, yaddaşınıza, bu gözəl diksiyanıza, danışığınıza, söhbətinizə sizin əsl mənasında bir əhsən düşür.